Salam ana. Neye gelmişsən? Bu kız burada kalmalı səhərə kadar. Gitmeye başka yer tapa bilmədim, məcbur qalıb geldim. Deməli, illər sonra məcbur qaldığın üçün ananın yanına gəlmisən. Salam kızım. Salam xanım. Adım Ömürdür. Lap yaxşı. Sən keç içəri. Ben başındayım. Çınar. Narahat olma kızım. O adət eləyib çıxıb getməyə. Mən də öyrəşmişəm onun getməyinə. Keç. Bak, niye əziyyət çəkirdin sən bacım? Heç bir əziyyəti yoxdur. Çox sağ ol. Demədin nə olub? Çınarda nə xəbər var? Gəlib eləməyib. Bir neçə gün bundan qabaq görmüşəm, o da yaralıydı. Yaralı.
bağlı idi. Sonra bir əlaqədə saxlamayıb, zəng zədələməyib. Qafur nə olub? Neçə gündür Çınar yoxdur ortalıqda. Mənə demişdi 48 saat ərzində əlaqə saxlaya bilməsək, mütləq səni aparım gizlədim. Məni niyə? Bildiyim qədər onda bir məlumat var. Bilmirəm, hard diskdir, notebookdur. Və eşitmişəm ki, hədəliyiblər Çınarı ki, bəs həyat yoldaşını aparıb ölümlə hədələsək, bəlkə Çınar məlumatları verdi, bilmirəm məlumatlardır. Gələndə iş olmuyor evdə. Heç nə. Bəlkə görməmsən, notebook falan yox. Yox, Qafur, heç nə yoxdur evdə. Yəni bir neçə gün əvvəl gördüm, bir qızla gəlmişdi, sonra getdi. Onu da hazırlaş gedək. Qafur, mən getmək istəmirəm. Sənəm. Qafur, xahiş edirəm, mənə düzgün başa düş. Qızım öləndən sonra çox yorulmuşam. Açığı o öləndən sonra heç yaşamaq belə istəmirəm. Özümü bugün öldürərəm. Amma fikirləşirəm ki, intihar eləsəm, onunla oralarda görüşməyəcəm. İndi Çınar güya qızımın qisasını alır. Qisas almaq lazım deyil deyə. Vaxtında o işdən uzaq durmaq lazım idi. Ona dəfələrlə dedim, yalvardım. Amma qulaq asmadı. Elə sənin özünə Qafur. Neçə dəfə yalvardım ki, onu bu işdən uzaq tut. Nə oldusa mənim qızım oldu. Biz hamımız onun xətrini çox istəyirdik. Amma indi biz səni xilas eləməliyik. Sənəm. Məni niyə? Sənəm, mən mütləq Çınarın tapşırığını yerinə yetirməliyəm. Dur gedəyim. Getmək istəmirəm dedim. Sənəm, Getməsəm zorla aparacaqsan. sənəm. Yəqin ki, sən məni buna vadar etməzsən. Hı? Gəlin gedək. Dur. Üstümə bir şey alım gelirim. Çınar, bəs sən valideynlərini öldürməmişdin? Sən nənəmi? Bəs valideynlərini öldürməmişdin? Ya
Mən neysə səhv başa düşmüşdüm. Öldürmüşdü. Mecbur değil ki silahla öldüresen. Çınar elə də, belə də öldürməyi bacarır. Dayıqlardadır. Hardaydısa orada. Mazutun içinde. Sen otur, ben gelirim. Harda tanış olmuşsunuz? O məni pis adamlardan xilas elədi. O hamını xilas eləyir. Bircə özündən başqa. Mən elə bilirdim. Nə? Bizi öldürüb? Qafur elə dedi. Qafur? Elə onu yolundan astıran da Qafur oldu. Sonra siz tek kaldınız. Təəssüf ki, yox. Çınarın atasıyla. Çınarın atasıyla. Çınarın atasının... Ölmədi. Lap pis oldu. Dediler ki daha yeriyə bilməyəcək. Mənsə əlimdən gələni eləyirdim ki, danışsın. Onun yaşayıb yaşamamağı mənim üçün maraqlı değildi. Mən istəyirdim ki, o danışsın. Çınarın günahsız olduğunu desin. Belki onda daha tez Çınar azadlığa çıxardı. Sonra dediğin o Qafura qoşuldu. Atasını elə görmək ona ağır gəlirdi. Ama bağışlaya da bilmirdi. Çıxandan sonra bir dəfə gəldi. Atasını elə görüb çıxıb getdi. O vaxtdan bir də bura gəlməyib. Yox, gəlmədi. Ama varlığını həmişə hiss elətdirirdi.
ərzaqla, pulla. Amma mən biləndə ki, o kimisə öldürüb, əvəzində o pulu qazanıb bizə göndərir. Qəbul eləmədi. İlk cinayəti atası ilə başladı. Öz doğmasına qıydı ki, yadlara qarşı daha qəddar olsun. Axırı nə oldu? Qızını itirdi. Həyat bumerangdı qızım. Elədiklərin özünə qayıdır. Deyirəm vaxtında bu işi öyrənsəydim, indi ikimizin də başqa həyatı var idi. Mazutlu əllərlə, hə? Necəsən? Əlim mazutludur. Sağ ol, sən nə tərsin? Gəldin yenə. Axırıncı dəfə bir işim var, onu da görüm. Əssalam. Hamı bilir ki, bu işin axırıncı dəfəsi yoxdur. Olmur. Qızımın qatilini verəcəklər. Əvəzində nə istəyirlər? Danışarıq, uzun söhbət. Nəysə, qulaq as. Mənə biraz silah, biraz da pul lazımdır. Pul var, amma silahlar sənin bacının evində qarajdadır. Sən Sənəmin evində, qarajda silah saxlamısan. Başın xarabdır sənin. Heç kimin ağlına gəlməz ora. Narahat olma. Nəysə, pulu ver. Sonra da mazutlu əlləri bəyənmirsən, ala. Zəng eləyəcəm. Futbol tardadır, bunu ara bu. Buyur. Mənə bura niyə gətirmisən? Çınar tapşırıb ki, səni bura gətirim. Özü hanı? Özü gələcək birazdan. Sənə nəsə lazım olsa mənə deyərsən, mən gətirərəm. Mənə heç nə lazım deyil. Çınarı tap gətir. Dedim axı gələcək. Sadəcə gəldiyi vaxtı bilmirəm, dəqiq. Qafur. Düzündür. Çınar heç sənə deməyib, hə, məni bura gətirəsən. Hə? Mən gedirəm. Deyəm, xahiş edirəm. Problem yaratma. Yaxşı? Nə qədərə satılmısan? Sən bilirsən ki, mən pula satılmamışam. Pula satılmamısan, bəs nəyə satılmısan, hə? Kimin yanındasan? Güclünün yanında sənəm. Ağıllı ol. Burada ol. Çınar gələcək. Nəsə lazım olsa deyərsən. Ne oldu?
Hanı notebook? Mənə o notebook lazımdır. Dedim həll eləyəcəm. Nə vaxt? Sənəmi gətirdim. Çınar harda olsa gəlib çıxacaq. Gələcək. Dua elə ki, gəlsin. Gəlməzsə, Bir şey də var. nədir o? Uşaqlardan 4-5 nəfər ver mənə. Və sən Çınara elə bir şərt qoyasan ki, nə desən verəcək sənə. Əminsən? Nə istəyir verərsiz. Ömür, Otağında yatır. Bilirsən axı götürməyəcəm. Soğuducuya baxdım, boşdu, tərsliydim. Həyatım sənsiz, boş mənasız olandan sonra neynirəm? Nəyim boş, nəyin dolu olmağının dərdini çəkim. Demişəm ona gəldiyini. Biləndən də dayanmır. Hey mızıldayır. Oğlum, gəl danış ondan. Tök içini. Boşalt ürəyini. Onsuz da sən elədiklərinin cəzasını artıqlaması ilə çəkmisən. Yalvarıram sənə. Gəl danış ondan. Tök zəhərini. Boşalt ürəyini oğlum. Gizlin xeyrə qalsın. Kimse var burada. Kimse eşidir beni. Ey! Kimse var. Kapını açın. Kimse var burada. Kimse var burada.
Qəddarsan. Ürəyində zərrə qədər də yanma hissi yoxdur. Bu bizim fərqli tərəflərimizdir. Səninlə bir oxşar cəhətimiz var. İkimiz də ata qayğısından məhrum olub. Bu səni qəddar eləyir, məni isə bədbəxt. Rahatlaşdın. Hər şeyi eşitdim. Ben sensiz bilirsen ne öğrendim. O yaşta 6 yıl 4 divarda yaşamağı. Ben sensiz bilirsen ne öğrendim. Geceler göy gürültüsünün sesinden korkmamağı. Bana bak. Ben senin eserinim. Beni sen bile yarattın. Beni sen katil eledin. Beni sen qəddar eledin. Ben hatta sevgisine de bilmedim ki. Beni sevgisizliği katil eledin. O öldürdüğüm insanlar var diye onların hamısının yüzünde sana təsəvvür elədim. Her ateş açanda seni gördüm. Her ateş açanda ürəyimdən bir dikan çıxırdı. Özüme söz verdim ki evladım olsun. Ona necə olmaq lazımı göstereceğim. Allah kısmet edemedi. Ağlıma da gelmezdi ki başkalarının evladını öldürürəmsən. Bir günde benim evladımı öldürecekler. Bak. O hayatını məhv kadın var ha. O gün vermediğin kadın var ha. Sen indi ona möhtaçsan. Zarya kalmışsan. O kadına möhtaçsan indi. Edebilirsen seni bu hala saldığıma peşmanım. Kaş o gece her şey başka tür biterdi. Ya sen ölerdin ya da ben. Heyif. Çok heyif ki valideynlerimizi biz özümüz seçe bilmirik. Eğer ben seçim karşısında kalsaydım sen hiç vaxt seçmezdin. Hiç vaxt. Ben sana qəbrə girənə qədər
nifrət edəcəm. Sənin heç olmasa zəhərini tökməyə atan var. Mənim kimim var? Kimə zəhərimi töküm? Kimə göz yaşımı töküm? Ömür, sabah çıxıb gedirsən. Onlar səni bir də narahat eləməyəcəklər. Nə? Maşın gələcək, birbaşa avtovağzala. Sən mənə söz vermişdin ki, mən... Nə? Ömür, mən səndən özüm kimisin yarada bilmərəm. Bir mənə bax, heç kimim yoxdur. Hansı ki, dünyanın ən xoşbəxt atası olmaq istəmişdim. Amma olmur. Cavan qızsan, gələcəyin qabaqdadır. Get həyatını qur. Mən elə bildim. Nə? Nə bildin sən? Heç nə. Boş-boş xəyallar qurmuşam. Mənim getməyə pulum yoxdur. Təzə həyat qurmağa pulum yoxdur. Pul? Hə. Bu nədir? Pul. Demirsən harasa getməyə, təzə həyat qurmağa pulum yoxdur? Kaş ki, hər şey belə olmasaydı. Nə olmasaydı? Yəni bu şərtlər altında rastlaşmasaydıq. Amma rastlaşdıq. Səhv elədik. Biz səhv eləmişik. Mən dözərəm. Dözərsən. Atanın qatilinə dözərsən. Yanında qalmaq istəyərsən onun. Yeni həyatında sən oğurlar. Qapını açaram, qız qorxu eləyərik. Qoy gedim gəlin başı ilə görüşüm. Ondan sonra gedib götürərəm. Sənəm? Hazırsan? Hazıram. Sənə yemək qoymuşam qızım. Yolda yeyərsən. Nə əziyyət çəkdiniz? Əziyyəti yoxdur. Mütləq getməlidir. Hə. Getməliyim. Özündən müğayət ol qızım. Allah köməyin olsun. Sağ salamat. Çox sağ ol. Yolun açıq olsun ay bala.
Çalış bir iki gün ortalıqda görsənmə gündüz vaxt. Onsuz da sonra onlar səndən əl çəkəcək. Hər şey bitsə, səni görə bilərəm. Hə. Ara sıra məzarımı ziyarətə gələrsən. Mən evin bir küncündə, ananın yanında. Sənin yolunu gözləyə bilərəm. Ömür, sən mənim yolumu niyə gözləyəsən axı? Ha? Mən sənin ərinəm, sevgilinəm, nəyinəm sənin? Sən niyə başa düşmürsən? Sənin mənimlə yaşamaq şansın sıfıra bərabərdir. Düz deyirsən. Mənəm axmaq. Hər şeyi gözə alıb danışıram. Belədir da qızım. Sevginin riyaziyyatı fərqli olur. Səndən mən çıxanda yerdə sıfır qalır. Sonu olmayan heç nəyə anlam verə bilmirəm. Düz deyirsən. Mənəm axmaq. Özüm üçün xəyallar qururam. Sənsə anlamırsan. O bir söz var idi, mənə demişdin. Atanın qatilini qəbullanarsan, mənsə atamın qatilinin yanında qalmaq istəyirəm. Ömür, Dünyada ən bahalı şey güvəndir. Ucuz insanlarda olmur. Çalış, sağ qal. Sen dertler içinde açmamış gülsen, ben senin katilin, sen bunu bilsen. Yanımda ebedi kalabilmersen, sen benim sevgilim olabilmersen. Bir çınar kölgesi bir ömür olmaz. Baltalar vurular dibine bir gün. Bu dünya fanidir, ebedi kalmaz. Ölümle girerik kebine bir gün. Feleğin benimle şertine bir bak. Değil ki eşkini tez koy mezara. Allah'ın verdiği derdine bir bak. Değil ki eşkini sat bir pazara. Ben kara sevdanın dar ağacıyam. Sen ele bilirsen nar ağacıyam. Ben senin kalbini kıraram, çık git. Sevmerem ben seni, yoraram, çık git. Sen başka çınarın kölgesine git. Kalbimin sevgisi, sevdası yoktur. Yazılsan sevenler ülkesine git. Yanımda kalmağın manası yoktur. Bir çınar kölgesi bir ömür olmaz. Baltalar vurular dibine bir gün. Bu dünya fanidir, ebedi kalmaz. Ölümle girerik kebine bir gün. Bir çınar kölgesi bir ömür olmaz. Baltalar vurular dibine bir gün. Axmaqsan. O cür qıza icazə verdin ki, getsin.
həyatın bir dəfə gətirməyibsə, o demək deyil ki, hər şey bitib. Gör bu sözü mənə kim deyir də? İllərlə əri tərəfindən işgəncə görən, hələ də ərinin qayğısına qalan biri. Etiraf edə ki, o gecə bizim hamımız üçün hər şey bitdi. Neynəməliydim? Qoyardım elə də ölsün. Onda mənə ümiddən, gələcəkdən, sevgidən danışma. Danışacağım. Hardaydın? Niyə yox oldun? Axı hardaydın bu vaxtacan? Niyə gəlmədin? Mən bədbəxt kimi sevirəmsə, kimə dəyər verirəmsə itirirəm. Məcbur edim. Ona görə məcbur elədin ki, ömür də çıxıb getsin. Körpəm mənim qucağımda öldü. Mən onu torpağa verdim. Özümə söz vermişəm. Mən o torpağa girərəm. Amma sevdiklərim heç vaxt. Mən bilirəm. Bilirəm sənəmlə niyə ailə qurdun. Hər şeyi danışıb mənə. Günahlarına görə əziyyət çəkirsən. Sağ ol ki, qapını açdın. Odur budur, atan da mızıldamır. Çınar. Bağışlamağı bacar. Mən kiməm ki bağışlayam? Allah bağışlasın. Çınar, Ha, sənəm. sənim əlimizdə. Sənem? Çınar. Bilirdim ki gələcəksən. Sənəmin heç bir günah yoxdur. Bırax onu. Sən sevdiklərimi qoruya bilmirsən. Belə olmaz. Notebook'u ver. Bilirsən ki, notebook'u bura gətirəcək qədər axmaq deyiləm. Sənəmi bırax, sonra notebook'u verəcəm. Mənim daha yaxşı fikrim var. Bağışla. Bax, bu başka güzellik daha. Bu ise tamam başka bir güzellik. Qızların heç bir günahı yoxdur. Bırax, notebook'u verəcəm. İndi mənim oyunumu oynayacaq. Görüm, hansının canı sənin üçün notebook'tan daha dəyərlidir, hə? Yox, belə.
hansının canı sənin üçün daha əzizdir? Ömrün? Ya? Sənəmin? Seçim sənindir.